Salam, hər vaxtınız xeyir olsun. Bugün xəmir yoğurmadan, yaymadan çox asan hazırlanan bu tab resepti bölüşürəm. Öncəliklə qaba 3 stəkan un, 1 xörək qaşığı duz və 800 ml ilıq suyu hissə-hissə əlavə edib qarışdırıram. Unun topları açılana qədər qarışdırıram. Unun topları açıldıktan sonra yenidən üzərinə su əlavə edib qarışdırıram. 800 ml su əlavə etdim tam olaraq. İçlik üçün isə kəsməyin üzərinə göyərti əlavə edib qarışdırıram. Göyərti olaraq keşniş və şüyüddən istifadə etdim. İçlik də hazır olduqdan sonra bunu kənara qoyuram. Yapışmayan tavadan istifadə edirəm. Qutabı hazırlamaq üçün tavanın hər tərəfini yağlayıb tam isindikdən sonra xəmirdən əlavə edib bilincik formasında yayıram. Üzərinə isə içlikdən əlavə edirəm və bərkiməmiş xəmir çox kənarını üzərinə qatlayıram. Hər tərəfini bir gözəl qızardıram. Bütün xəmiri bu qayda ilə bişirirəm. Qutab isti halda üzərinə kərə yağı çəkirəm. Xəmir yoğurmadan, yaymadan yumuşaq qutablar alınır. İstəsəniz bu cür az əziyyətlə siz də bişirə bilərsiniz. Xəmiri eynən birinci xəmiri kimi olur, yuxa xəmiri kimi deyil. Bəyəndinizsə siz də hazırlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun. Videonu izləyib rəy yazan hər kəsə öncədən təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.